bir əhvalat var. Onu sizlə bölüşüb yekunlaşdırmaq istəyirəm inşallah. Bir gün bir qartal bir qarğanın yanına gəlir. Ondan soruşur ki, mən eşitmişəm sən 300 il yaşayırsan. Mən amma 25 il yaşayıram. O da ya yaşayaram, ya yaşamaram. Ən çox yaşaya bildiyim o qədərdir. Mənə öyrət, mən də 300 il yaşayım. Qarğa deyir ki, tamam, problem yoxdur. Sən mənim yanımda gəz. Bir gün bir zibilliyə gedir. Səhəri gün başqa bir zibilliyə, başqa gün başqa bir zibilliyə. Elə zibillikləri gəzir, harada gəldi yatır. Heç bir özünə sərhəd qoymur, özünü qorumur yəni. Pis işlərlə məşğul olur. Qartal buna baxır, deyir ki, elə mənə 25 il kifayətdir. Mənə lazım deyil belə 300 il. Bu baxımdan insan yolunu azmış bir qarğa kimi 300 il yaşamaqdansa gözəl şəkildə ibadətləri, burada indi əsas ömrü nəzərdə tutmuram. Maddi cəhətdən rifah içərisində yaşayan bir insan əgər haramla bəslənib, haramla qidalanıb, haramla övlad yetişdirib, haramla evlad oxudub yaşayırsa, elə yaşayış bizə lazım deyil. Elə yaşayış bir möminə yaraşan həyat deyil. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin və salatu vesselamu ala rasulina Muhammedin və ala alihi və ashabihi ecmaîn. Çox dəyərli izləyənlər, bu gün sizlərlə Ər-Rahman surəsinin 26-cı ayət kəlməsinin məalını bölüşmək istəyirəm ki, bu ayənin məalı hər birimizin yaralarımıza bir məlhəm olacağı, dərdlərimizə bir dəva olacağı qənaətindəyəm ki, əlbəttə ki, bütün ayətlər o şəkildədir. Uca Rəbbimiz buyurur ki, yer üzərindəki hər şey fanidir. Belə bir sual verə bilərsiniz ki, bəs bu fanilik bizə nə fayda sağlayır? Hər şey fanidirsə, bunun dərdə dəva tərəfi, dərdə dərman tərəfi hardadır? Bizlər insan olaraq ağıllı varlıqlarıq və bu dünyanı o qədər özümüzə yük, o qədər özümüzə çiyinlərimizi yoran, belimizi bükən bir yük şəklində eləmişik ki, hər şeyin dərdini çəkirik. Bir insan bizə bir söz deyir, onun dərdini çəkirik. Bir işin öhdəsindən gələ bilmirik, onun dərdini çəkirik. Bir müsibətlə qarşılaşırıq, onun dərdini çəkirik. Bəlkə də gecələr bir də görürsən yuxumuz qaçır, yata bilmirik. Bunlar hamısı dünyanı çox dərd eləməyimizlə əlaqəli olan bir şeydir. Uca Rəbbimiz bir məlhəm misalında bu ayədə bizə deyir ki, hər şey keçicidir, hər şey fanidir. Sənin bugün dərd elədiyin bir şey sabah fani olmağa, məhv olmağa, aradan çıxmağa məhkumdur. İstərsən bu dünyada ol, istər olma. Əlbəttə ki, insan özü də fanidir. İnsanın ailəsi də fanidir. Qardaşı, bacısı, evladı, bütün yaxınları, ata, anası, insan özü də fanidir. Əlində olduğunu zənn elədiyi o mal varlığı da fanidir. Maşını fanidir. Evi fanidir. Yəni ya ondan bir şey olacaq, o maşına nəsə bir şey olacaq, evə bir şey olacaq, ya övladın əlbəttə ki, fani olduğundan dolayı ya o köçəcək bu dünyadan gedəcək, ya da sən gedəcəksən. Həmçinin məşəqqətlər, problemlər, bunların hamısı bir fanidən ibarətdir, əziz qardaşlarımız. Lazımdır ki, bu fani dünyanı öz kürəyimizdə, öz belimizdə dərd eləmədən baqi olan, əbədi olan, bitməyən, fani olmayan Allahı tapa bilək. Bu problemlərin, sıxıntıların arasında. Çünki o sıxıntını verən də Allahdır. Problemi verən də Allahdır. Xeyir də Allahdandır. Şər də Allahdandır. Bütün iplər təbiri caizsə Allahın əlindədirsə, insanın üzülməsi, insanın bir təvəkkülsüzlüyünü ortaya çıxaran məsələdir ki, Allah qorusun. Rəbbimiz hər şeyə qadir olandır. Gərəkdir ki, Rəbbimizə olan güvənimiz sarsılmasın. Rəbbimizə olan təvəkkülümüz sarsılarsa insan ibadət həyatına da son vermiş olur. İnsan da artıq Allah ilə arasındakı əlaqələri qoparmağa çalışır. Gözəl bir ifadə var ki, bu ifadə insanın yaşadığı ömür əsnasında başına gələn problemlərdən nəticə çıxartması ilə əlaqəli olan bir şeydir ki, başın daşa çox dəyməsin istəsən, İlk daşın izini ibrət bilməlisən. Və digər bir sözdə, əgər dənizin tam dibinə batmısansa, oradakı dənizin dibindəki incini almadan oradan çıxma.
Yəni bu sanki bir dəniz misalı problemlərin arasında boğulan bir insan orada Rəbbini tapmalıdır. Rəbbinə yönəlməsi lazım olduğunu bilməlidir. Bu problemlərin bəlkə də ona bir xəbərdarlıq olduğunu ki, qulum, qayıt mənim yoluma qayıt, təlqinini eşitməlidir. Ona qulaq verməlidir. Zaten qulaq verməsə belə insan faniliyi səbəbilə bir gün bu dünyadan köçür və ya əlindəki o mal varlığı itir və ya o problemlər faniliyi səbəbilə itir, gedir. Bu baxımdan insan necə ki gözəl bir kəlam var. Buyurulur ki, körpü üzərində ev tikilməz və də körpünün üzərində tikilən evin dərdi çəkilməz. Bu dünya Allahdan gəlib Allaha getdiyimiz yoldakı bir körpüdür, əziz insanlar. İnnə lillahi, şübhəsiz biz Allaha aidik və innə ileyhi raciun və şübhəsiz biz Allaha dönəcəyik, Allaha qaytarılacağıq, Allaha qayıdacağıq. Bu dünya sadəcə bir körpüdən ibarətdir. Bu körpünün üzərində düz yerimək lazımdır. Bu körpünün nətər keçmək lazımdırsa, əlbəttə ki, bəzisinə qısa bir məsafə təşkil eləyir, tez keçir, qurtarır. Bəzisi yavaş-yavaş keçir, biraz məsafəsi uzun olur. Bu körpünün necə keçilməsi lazım olduğunu bizə öyrədən Rəbbimiz var. Ancaq biz gəlib o qədər boş iş görərək bu körpünün üzərində ev tikməyə çalışırıq. Bu körpünü ən əhəmiyyətli şey yerinə qoymağa çalışırıq və bilək ki, yer üzərindəki hər şey fanidir. Bu dünya həyatı böyük bir fanilikdən ibarət deyildir. Və insanı daha çox yükləyən, daha çox stresli edən, daha çox boğan bu dünya həyatındakı şeylərdən biri də ən yaxşı ehtimalı düşünməsidir. Baxın, bir insan bir ay ərzində müəyyən miqdar aldığı qanarardan bir kənara pul atmaq istəyir. Amma ayların içərisində nəsə bir xəstəlik olur, başqa bir ehtiyac çıxır, insan o yığdığı pulu, o düşündüyü nəticəni əldə edə bilmir. Bir miqdar pul yığmaq istəyirdi, ancaq onu əldə edə bilmir və insan da artıq yavaş-yavaş küsməyə başlayır. Problemi haşa lillah Allahda axtarmağa başlayır. Ya Rab, mənə niyə vermədin deyir. Ancaq insan bilməlidir ki, ən yaxşı ehtimalı düşünmək insanı yanıldır. Sən nə sayırsansa say, o saydığın tam olaraq yerinə yetməyəcək. Çünki bura dünya həyatıdır. Rəbbimiz fani olduğunu deyir və hədəfi dünya olanın hədəfinə yetişməsinə ömür yetməz. Bu dünyanı əldə eləmək mümkün deyildir. Bu dünya heç kimə qalmamış bir yerdir. Bu dünya, yenə də deyirik, bir körpüdür. Bu dünyanı gözümüzdə çox nə qədər böyütsək, o qədər problemlərimiz, o qədər dərdlərimiz, o qədər sıxıntılarımız olacaq. Və insan bilməlidir ki, bəzən müəyyən çətinliklərin içərisinə düşəndə, yəqin ki, kinosuna da baxmısınız, həyatı haqqında müəyyən mənada bilgilərimiz də var. Deyir ki, mən bəlkə də quyuya atılmış bir Yusif deyiləm, ancaq Yusifin Allahı mənim də Allahımdır. Yusifə kömək eləyən Allah mənə də kömək eləyəcək. Və gərəkdir ki, insan qəlbi bir rahatçılığa çatsın. Allahını bilməklə mümkündür bu. Yoxsa bütün dünyanı çiynivə alacaqsan. Yəni, masiva deyilən anlayışın Allahdan qeyrisi, Allahdan başqa hər şey masivadır. O anlayışın hamısını yüklənməyə çalışacaqsan. Biraz rahatlaş, biraz yükünü xəfiflət. Allaha aid olan təsərrüfü yerinə yetirilməsi, Allaha aid olan işləri ninirsənsə, sən öz işinə bax. Sən Allaha qul olmağına bax. Amma bilək ki, qulluq isbat istəyən bir şeydir. Sevgi isbat istəyən bir şeydir. Əgər bir insan Allahı sevdiyini deyirsə, onu isbat gərəklidir. Səhər vaxtlarında, səhər çağlarından da başlayır o. Niyə görə məsələn sübh namazının sünnəsi bu qədər vacibdir? Peyğəmbər sallallahu əleyhi və səlləmin hədislərində buyurulduğu kimi bir fədakarlıq tələb eləyir. Rəbbimiz üçün bir fədakarlıq eləməyə çalışaq. İnsanlarla gözəl davranmağa çalışaq. Gözəl əxlaqlı olmağa çalışaq və gözəl bir misal var. Onu deyərək inşallah yekunlaşdırmaq istəyirəm. Bir əhvalat var. Onu sizlə bölüşüb yekunlaşdırmaq istəyirəm inşallah. Bir gün bir qartal bir qarğanın yanına gəlir. Ondan soruşur ki, mən eşitmişəm sən 300 il yaşayırsan. Mən amma 25 il yaşayıram. O da ya yaşayaram, ya yaşamaram. Ən çox yaşaya bildiyim o qədərdir. Mənə öyrət, mən də 300 il yaşayayım. Qarğa deyir ki, tamam, problem yoxdur, sən mənim yanımda gəz. Bir gün bir zibilliyə gedir, səhəri gün başqa bir zibilliyə, başqa gün başqa bir zibilliyə. Elə zibillikləri gəzir, harada gəldi yatır. Heç bir özünə sərhəd qoymur, özünü qorumur yəni. Pis işlərlə məşğul olur. Qartal buna baxır, deyir ki, elə mənə 25 il kifayətdir.
Mənə lazım deyil belə 300 il. Bu baxımdan insan yolunu azmış bir qarğa kimi 300 il yaşamaqdansa, gözəl şəkildə ibadətləri, burada indi əsas ömrü nəzərdə tutmuram. Maddi cəhətdən rifah içərisində yaşayan bir insan əgər haramla bəslənib, haramla qidalanıb, haramla övlad yetişdirib, haramla evlad oxudub yaşayırsa, elə yaşayış bizə lazım deyil. Elə yaşayış bir möminə yaraşan həyat deyil. Necə ki, o qartalın dediyi kimi, belə yaşayış mənə lazım deyil. Mənə təmiz bir yaşayış lazımdır. 300 il sənə qalsın, 25 il kifayətimdir deyə bilmək lazımdır. Bu da əlbəttə ki, biraz işin həm maddi tərəfi var, həm mənəvi tərəfi var. Allah-u Teala maddi yönümüzü düşündüyümüzün daha üstəsində, ondan daha çox mənəvi yönümüzü inkişaf elətdirməyi bizlərə nəsib eləsin inşallah. Allaha əmanət olasınız. Gələn görüşlər ümidi ilə sağ olun, var olun.